Salam, hər vaxtınız xeyir. Mən bugün sizə 9-cu sinif kimya dərsliyində bor yarımqrup elementləri, alüminium və onun birləşmələri mövzusunu izah edəcəm. İzaha keçməzdən əvvəl kanala abunə olun ki, izahlar yerləşdirilən zaman məlumatınız olsun. Dərslər haqqında məlumat əldə etmək üçün isə aşağıdakı əlaqə nömrəsi ilə əlaqə saxlaya bilərsiniz. Keçək indi dərsimizin izahına. Bor yarımqrup elementləri deməli dövrü sistem cədvəlinin 3-cü qrupunda yerləşir, 3-cü əsas yarımqrupunda yerləşir. Bura aiddir. Deməli bor, qallium, alüminium, qallium, indium və tallium daxildir. Bu elementlər P elementləridir. Bunları yadda saxlamaq lazımdır. Deməli 3-cü qrupda olduğu üçün NS2, NP1 elektron quruluşuna malikdirlər. Yəni son yarım səviyyəsi NS2 və NP1 ilə bitir. Yəqin ki, bunu bilirsiniz səbəbini. Yəni S-in və P-nin üzərindəki rəqəmləri toplayanda elementin yerləşdiyi qrupun nömrəsini verməlidir. Buna görə də 2 elektron S-də olduğu üçün P-yə 1 elektron düşür. Buna görə də bunların deməli son orbitalları P orbitalları olduğu üçün bunlar P elementləri hesab olunurlar. 3-cü qrup elementlərində bordan başqa qalan bütün elementlər metallara aiddir. Metalların isə mənfi oksidləşmə dərəcəsi olmadığı üçün bunların ən kiçik oksidləşmə dərəcəsi 0-a bərabərdir və bunlar sabit valentli və sabit oksidləşmə dərəcəsi elementlər olduğu üçün müsbət 3 maksimum müsbət 3 oksidləşmə dərəcəsi göstərir və valentlikləri də 3 olur. 0 və müsbət 3 oksidləşmə dərəcəsinə malik olurlar hər biri. Sonra bilirik ki, qruplar üzrə yuxarıdan aşağıya doğru gəldikcə elementlərin metallıq xassəsi artır, atom radiusu artır, kütlələri artır. Bunların deməli baş oksidinin formulu bunlar nə oldu? Deməli 3 valentli olduğu üçün baş oksidlərinin formulu R2O3, hidrogenli uçucu olmayan birləşmələrinin formulu isə, yəni bilirik ki, bunlar hidrogenli uçucu olmayan birləşmə əmələ gətirir, çünki metallar uçucu olmayan birləşmələr əmələ gətirir və RH3 kimi ifadə olunur. Daha sonra hidroksidləri isə ROH3 kimi yazılır, çünki bunlar 3 valentlidir və sabit valentli elementlərdir. Daha sonra bu elementlər deməli alüminium və onun birləşmələrinə baxaq. Alüminium ilk dəfə deməli təmiz halda 1827-ci ildə Alman alimi Wöhler tərəfindən alüminium xloridin havasız mühitdə kaliumla reduksiya edilməsi ilə almışdır. Alüminium deməli təbiətdə yayılmasına görə 3-cü elementdir. Metallar arasında isə 1-ci yer tutur. Təbiətdə yalnız birləşmələr şəklində rast gəlinir. Yəni 1-ci qrup metalları kimi tam aktiv olmasa da, yəni tam qüvvətli metal olmasa da aktiv metaldır və o sərbəst halda rast gəlinmir, birləşmələr şəklində rast gəlinir və deməli metallar arasında dedik ki, 1-ci yer tutur. Onun məsələn ən mühüm birləşmələri boksitdir, alüminium 2O3 vurulsun, M su kimi yazılır. Sonra koruntdur, koront alüminium oksidin adıdır. Kriolitdir, natrium, alüminium F6 və kaolinitdir, alüminium 2O3, 2 mol silisium O2 və 2 mol sudan ibarətdir. Daha sonra alınmasına baxaq, alüminiumun alınmasına baxaq. Deməli, alüminiumun sənayedə alüminium metalı alüminiumun oksidin əritisindən deməli elektrolizindən alınır, ərintisinin elektrolizindən alınır, yəni boksit mineralından. Lakin elektroliz prosesini nisbətən aşağı temperaturda aparmaq üçün alüminium ərintisindən istifadə olunmaq biraz əlverişli deyil. Səbəb odur ki, deməli alüminium 2O3, yəni alüminium oksid 2050 dərəcədə əriyir. Buna görə də buna çox böyük istilik tələb olunur, lazım olur. Buna görə də bu əlverişli deyil. Bu səbəbdən də əridilmiş kriolitdə məhlulu elektroliz uğradılır. Kriolit isə 950 dərəcədə aparılır və bu şəkildə göründüyü kimi sxematik olaraq göstərilir. Baxın. Deməli
alüminium 2O3, baxın, elektroliza uğradılır. Nə alınır? Deməli, alüminium alınır və oksigen qazı əmələ gəlir. Daha sonra bu üsuldan bizdə də istifadə olunur, geniş istifadə olunur. Fiziki xassələrinə gəlsək, alüminium gümüşü ağ rəngli, yüngül, plastik, asan əriyən metaldır. Elektrik keçiriciliyinə görə alüminium yalnız gümüş, mis və qızıldan geri qalır. Yəni bu üç elementdən, üç metaldan sonra alüminium elektrik keçiriciliyinə görə ən yüksək elementlərdəndir. Daha sonra 600 dərəcədə kövrəkləşir və onu toz halına salmaq olur. Yəni asan əridiyi üçün. Daha sonra kimyəvi xassələrinə baxsaq, alüminium güclü reduksiya edicidir. O havada dərhal oksidləşərək oksid təbəqəsi əmələ gətirir. Buna görə də oksid təbəqəsi əmələ gətirmiş alüminium su ilə reaksiyaya girmir. Əgər deməli bu metal su ilə reaksiyaya girmirsə, yəni o korroziyaya uğramır. Belə metalın səthini civə duzları ilə sürtməklə oksid təbəqəsini dağıtmaq olur və səthi təmizlənmiş alüminium civənin duzundan civəni çıxardır. Bu zaman isə alüminium amalqama əmələ gətirir civə ilə və alüminium amalqaması adi şəraitdə su ilə reaksiyaya girir. Reaksiyamız da burada qeyd olunub. Deməli, alüminium amalqama nədir? Alüminium amalqama civə ilə birləşmiş alüminiumdur. Onu çəkə bilmədim. Aydın oldu. Alüminium qızdırıldıqda qeyri-metallarla da qarşılıqlı təsirdə olur. Məsələn, alüminium burada oksigenlə reaksiyası, kükürdlə reaksiyası və xlorla reaksiyası verilib. Hər birində alüminium 3 vanetlidir. Buna əsasən deməli nə olur? Biz formulları qururuq. Bu reaksiyaları da öyrənmək mütləqdir. Daha sonra yadda saxlamaq lazımdır ki, alüminium metalı hidrogenlə bilavasitə reaksiyaya girmir. Yəni hidrogenlə birbaşa reaksiyası yoxdur. Deməli necə oldu? Alüminium qatı nitrat və qatı sulfat turşusu ilə reaksiyaya daxil olmadı. Yəni adi şəraitdə reaksiya daxil olmadı. Duru sulfat turşusu ilə adi şəraitdə reaksiya daxil olaraq hidrogen qazını ayırdı. Deməli, alüminium metalı bir çox metalları onların oksidlərindən deməli reduksiya edərək çıxardır. Bu nə deməkdir? Yəni alüminium bir çox metaldan qüvvətlidir. Məsələn, burada verilib dəmir, manqan, xrom, wolfram, vanadium. Yəni bu metallardan qüvvətli olduğu üçün onların oksidindən bu metalları çıxardır. Bu üsula nə deyirdik? Alüminotermiya üsulu deyirdik. Alüminotermiya nə idi? Deməli, biz bilirik ki, metalların 3 alınma üsulu var. Pirometallurgiya, hidrometallurgiya, elektrometallurgiya. Pirometallurgiyanı da ayırırdıq 2 yerə. Hidrogenotermiya və alüminotermiya. Hidrogenotermiya hidrogen vasitəsilə metalları oksidlərindən deməli nə edirdik? Reduksiya edirdik, çıxardırdıq. Alüminotermiyada isə alüminiumun vasitəsilə bu metalları oksidlərindən çıxardırıq. Yəni, alüminiumdan zəif olan metalları bu metalların oksidindən alüminiumun vasitəsilə sıxışdırıb çıxardırdıq. Məsəl üçün, burada reaksiyada verilib alüminiumun üzərinə dəmirin deməli qarışıq oksidini gəlirik. Deməli, dəmirin qarışıq oksidinin üzərinə daha doğrusu alüminiumu gələrək dəmiri çıxardırıq. Bu 8 mol alüminium və 3 mol ferium 3O4-dən ibarət qarışığa termit qaynağı deyilir. Yəni bunu yadda saxlayın, testlərdə çox düşür termit qaynağının formulu. Bu reaksiyaya da termit qaynağı reaksiyası adlanır. Daha sonra deməli alüminium ikili xassəli elementdir. Yəni həm qələvlərlə, həm də turşularla reaksiya daxil olur. Alüminiumun özü də, oksidi də və hidroksidi də qələvilik xassəsinə malikdir. Alüminium özü qələvi metaldır. Yəni qələvi ikili xassəli deməkdir. Həm turşu kimi göstərib qələvlərlə reaksiyaya girə bilir, həm özünü qələvi kimi göstərib turşularla reaksiyaya daxil ola bilir. Daha sonra alüminiumun təyininə baxsaq, alüminium təyinində deməli alüminium OH ilə çöküntü verdiyi üçün
alüminium nə ilə təyin olunur? OH ionları ilə təyin olunur. Daha sonra alüminiumun oksidi var burada. Alüminiumun oksidi ağ rəngli və yüksək temperaturda əriyən bərk maddədir. Təbiətdə bayaq dedik, korund və onun törəmələri şəklində rast gəlinir. Yəni alüminium oksidinin təbiətdə tapılan adı korunddur. Baxın, burada da şəkilləri qeyd olunub. Baxın uşaqlar, bir şey qeyd edeyim. Yəqin ki bilirsiniz, bilməyənlərə də aydın olsun. Deməli, laboratoriya və sənaye üsulları var ki, bütün maddələrin alınma üsuludur. Sənaye üsulu bizə daha əlverişli olan üsuldur. Yəni, əlverişli maddələrdən almaq üçün. Yəni, bir maddəni, bir elementi bizə ən rahat olan, ən əlverişli maddələrdən almaq üçün istifadə olunan üsuldur. Laboratoriya üsulu isə bu maddənin, bu elementin, yəni hansı xassələrini olduğunu öyrənmək üçün istifadə olunur. Deməli, indi laboratoriyada alüminium oksidi, alüminium tozunu oksigində yandırmaqla və ya alüminium hidroksidi qızdırıb parçalamaqla almaq olar. Yəni, nə deməkdir? Yəni, alüminiumun üzərinə oksigen gəlsək, alüminium 2O3 alınacaq. Bu cür də almaq olar. Yəni, bu da biraz çətin üsuldur. Amma laboratoriya dedim axı, əlverişli üsul deyil. Sadəcə, yəni, bu maddəni necə almaq olar? Cüzi miqdarda alınması belə laboratoriya üsuluna aiddir. Və yaxud da alüminium hidroksidi, alüminium OH-ı necə parçalamaqla da almaq olar. Yenə də alüminium 2O3 və nə alınacaq? Və üstə gələk su. Üzərinə gələk su alınacaq. Aydındır. Bu reaksiyalarla almaq olar. Sənayedə isə necə alınmaq olar? Alüminium oksid boksitdən alınır sənayedə. Niyə boksitdən alınır? Çünki boksit təbiətdə sərbəst halda tapılan, daha doğrusu təbiətdə tapılan birləşməsidir. Boksit, yəni təbiətdə tapılırsa, deməli bundan küllü miqdarda biz əldə edə bilərik və alüminiumu boksitdən almaq daha əlverişlidir. Yəni bizə lazım olan qədər ala biliriksə, bu sənaye üsuludur. Alüminium oksid suda həll olunmur, su ilə reaksiyaya girmir. O amfoter oksid olduğu üçün, deməli, həm turşularla, həm də qələvlərlə reaksiyaya daxil olur. Bayaq da qeyd etdiyim kimi, alüminiumun həm özü, həm oksidi, həm də hidroksidi qələvi xassəli göstərir və həm turşularla, həm də qələvlərlə reaksiyaya daxil olur. Reaksiyalarına da diqqət etsək, baxın, məsəl üçün, burada alüminium oksid H-xlor turşusu ilə reaksiya daxil olur. Burada isə natrium OH, yəni əsasla reaksiya daxil olaraq maddələr əmələ gətirir. Alüminium hidroksidə baxsaq, alüminium hidroksid suda həll olmayan ağ rəngli bərk maddədir. Suda həll olunmur qeyd etdiyimiz kimi. Bayaq da dedik ki, alüminiumu OH ilə təyin edirlər. Çünki alüminium hidroksid çöküntü əmələ gətirir. Daha sonra yenə də burada qeyd olunub, alüminium hidroksid amfoter xassəlidir. Həm turşularla, həm də qələvlərlə reaksiya daxil olur. Alüminiumun tətbiqinə baxsaq, alüminium naqil və məftillərin, daha sonra mətbəxdə qab-qacaqların, yeyinti məhsullarını qablaşdırmaq üçün folqa kimi istifadə olunur. Daha sonra partlayıcı maddələrdə, kondensatorların, daha sonra partlayıcı maddə olan ammonalın, deməli, silumin ərintisinin alınmasında tətbiq olunur. Daha sonra alüminium həmçinin, deməli, baxın, burada da qeyd olunduğu kimi polad və çuğun məmulatlarını korroziyadan qorumaq üçün onların alitrləşməsində də tətbiq olunur. Alitrləşmə səthlərin yüksək temperaturda alüminium tozu ilə doydurulması prosesidir. Baxın, alüminiumdan hazırlanmış qab-qacaqlarda, məsəl üçün, yemək bişirdiyimiz qazanlar ki var, alüminiumdan hazırlanan. Bunun müsbət cəhətləri odur ki, yeməyi az enerji ilə bişirir. Yəni, qısa müddətdə bişirməyə imkan verir.
gözəl görünüşü var, xarici görünüşünə görə gözəldir və buna görə də müsbət cəhətləri alüminiumun bunlardır. Mənfi cəhətləri isə, yəni çatışmayan cəhətləri isə asan deformasiyaya uğramasıdır. Yəni yalnız incə yuyucu vasitələrlə yuyulmasıdır. Yəni biraz onu məsəl üçün də yağları sərt sürtsək, qazanları, tavaları sərt sürsək, onu deformasiyaya uğratmış olarıq. Buna görə də diqqətlə istifadə etmək lazımdır. Bu da onun mənfi cəhətlərindən biridir. Məsələn, biz onu sərt deməli yusaq, nə olacaq? Alüminiumun metal oksid təbəqəsi dağılacaq və artıq orada alüminium metalı bilavasitə qida məhsulları ilə qarşılıqlı təsirdə olacaq və bu da çox zərərlidir. Bu da alüminium haqqında bu qədər. İndi isə gəldik, deməli, öyrəndiklərinizi yoxlayın və tətbiq edin. Birinci sual. Deyir ki, alüminium haqqında səhv ifadəni müəyyən edin. Yüngül metaldır, bəli. Asan əriyən metaldır, bəli. D variantında deyir, ionlu qələvi məhlulu ilə təyin edilir, bəli. OH məhlulu ilə təyin edilir, bayaq dedik. Amfoter xassəli oksid və hidroksid əmələ gətirir, bəli. Burada cavab C variantıdır. Niyə? Çünki bayaq dedik axı NS2, deməli NS2 və NP1 ilə bitir bunların sonluğu. Yəni nə elementidir? P elementidir. S elementi deyil. X, Y və Z maddələrini müəyyən edin deyir. Sonra X, Y və Z maddələrini müəyyən edin deyir. Deməli, burada X maddəsi nə olacaq? Alüminium amalqama su ilə reaksiya daxil olaraq nə əmələ gətirir? Deməli, alüminium 2O3 əmələ gətirir. Yəni, X olacaq 4, bu olacaq X maddəsi. İkincidə deyir, alüminium üzərinə gələn natrium OH və su. Temperaturda olanda bu əmələ gəlir, ikinci maddə. Yəni, Y-imiz olacaq 2. Adi şəraitdə isə deməli, üçüncü bu maddə əmələ gələcək. Bunları da yadda saxlayın. Kitabınızda zaten var bu reaksiyalar. Bu reaksiyaları öyrənmək artıq sizin öhdəliyinizə düşür. Üçüncü sual. Sxemləri dəftərinizə köçürün, tamamlayın və alüminotermiya üsulunu əks etdirən tənlikləri qeyd edin. Yəni, əvvəlcə alüminotermiya üsulu nə idi? Onu yadımıza salaq. Alüminotermiya üsulu metalların oksidlərindən alüminiumun vasitəsilə bu metalları almaq üsulu idi. Yəni, burada məsələn, birinci reaksiyada kalium xloru çıxartmaq. Əslində, bu reaksiya getmir. Birinci reaksiya getmir. Çünki alüminium xloru çöküntüdür və bu kaliumla reaksiyaya girməyəcək. İkinci reaksiyada deməli nə alınacaq? Alüminium 2O3 alınacaq və xrom alınacaq. Yəni alüminiumun xromu çıxardacaq. Deməli bu alüminotermiya üsuludur. İkinci reaksiyanı buradan yazıram. Alınacaq alüminium 2O3 üzərinə gələk xrom. Bu reaksiya alınacaq və alüminotermiya üsuludur. Üçüncü reaksiyada yenə də həmçinin alüminium 2O3, deməli alüminium 2O3 və dəmir alınacaq. Aydındır. Və bu da alüminotermiya üsuludur. Əgər alüminium metalı çıxardırsa, deməli bunlar alüminotermiya üsullarıdır. İkinci və üçüncü reaksiya alüminotermiya üsuluna aiddir. Dördüncü. Mümkün olan reaksiyaları sxemlərini tamamlayın. Yəni, hansı reaksiyalar gedirsə, bunları tamamlayırıq. Baxın, bayaq qeyd etdiyim kimi ilk öncə bunu çıxardım. 5. Bu mümkün deyil, çünki alüminium hidrogenlə birbaşa reaksiya daxil olmur. Alüminium xlorla alüminium xlor 3 birləşməsi əmələ gətirir. Alüminium kükürdlə alüminium 2 3 birləşməsi əmələ gətirir. Daha sonra alüminium karbonla alüminium 4 karbon 3 birləşməsi əmələ gətirir. Alüminium azotla isə alüminium N birləşməsi əmələ gətirir. Bax, reaksiyalarımız bunlar. Sonra alüminium nitrit və alüminium karbidin formullarını yazın. Bu birləşmələrdə azotla karbonun oksidaşma dərəcəsini təyin edin. Deməli, alüminium karbidin formulunu yazsaq, ilk olaraq alüminium karbid budur. Alüminium 4, karbon 3. Alüminium nitrid isə budur. Alüminium N.
Aydındır. Bu birləşmələrdə azotla karbonun oksidaşma dərəcəsini təyin edin. Alüminium müsbət 3 olduğu üçün azot -3 olacaq. Alüminium müsbət 3 olduğu üçün, yəni bilirik ki, metallar yalnız müsbət olur və alüminium da sabit oksidaşma dərəcəsinə malik olan metaldır. Deməli, sərbəst halda 0 olur oksidaşma dərəcəsi və birləşmə halında müsbət 3 olur yalnız. Burada da alüminium müsbət 3, karbon isə -4 oksidaşma dərəcəsi göstərir. Yəni bilirik ki, azot 5-ci qrup elementidir. 5-ci qrup elementləri -3 və müsbət 5 aralığında qiymətlər alır. Karbon isə 4-cü qrup elementidir və 4-cü qruplar -4, müsbət 4 aralığında qiymətlər alır. Daha sonra 6-cı suala baxaq. Alüminium və onun ərintilərinin texnikada tətbiqi onların hansı xassətlərinə əsaslanır? Baxın, alüminium deməli bayaq qeyd etdik ki, deməli məsəl üçün alüminium qazanlarında, qab-qacaqlarda deməli də yeməklər bişirilən zaman nə olur? İstilikdən az istifadə olunur. Buna görə də əlverişlidir. Bu alüminiumun hansı xassəsinin yüksək olduğunu göstərir? İstilik keçirmə xassəsinin. Aydındır. Həm istilik keçirmə, həm parıltılı, gözəl görünüşə malik olmasından dolayı alüminium texnikada tətbiq olunur. Aydındır. Bunu yaza bilərsiniz məsələn. 7-ci sual. 1,2 ton boksitin tam elektrolizindən 0,54 ton alüminium alındığını nəzərə alaraq götürülmüş boksitdə alüminium O3-ün kütlə payını hesablayın. Deməli, bu məsələni necə həll eləyəcəyik? Deməli, boksitin formulunu yazaq. Boksit nə idi? Alüminium 2, O3, Rosun M su. Boksiti parçalasaq, nə qədər alüminium alınır? Baxın, boksitin tərkibində nə qədər alüminium var? Səliqə ilə yazaq. Mol alüminium. Düzdürmü? Baxın, boksitin tərkibində 2 atom alüminium var. Əgər biz sərbəst alüminium alsaq, 2 mol alüminium deməkdir bu. Yəni 1 molundan 2 mol alüminium alınacaq. 2 mol alüminium nə qədər deməkdir? 54 qram deməkdir. Çünki 1 alüminium 27 qramdır. Və bizə 0,54 ton deyirsə, yəni 540 kiloqram. Düzdür? Və boksitimi nə qədər verib? 1200 kiloqram. 1,2 ton 1200 kiloqram edir. Və mənim boksitimin öz kütləsi x qramdır. İndi gəlin biz buradan x-i tapaq. X-i tapsaq 54 ilə 540 ixtisar gedəcək. Burada 10 qalacaq. 10 ilə də bu ixtisar getsə x bərabərdir qalacaq 120. Deməli boksitimin kütləsi 120 qramdır. İndi əgər mənim 120 qram boksitim, yəni qarışıqlı olan alüminium 2O3-də qarışığı olan alüminium 2O3  100%-dir. Düzdürmü? Bu 100% qəbul edilir də. Bəs yaxşı, mənim bu 102 qram, biz bilirik ki, 102, yəni stabil rəqəmimizdir. Neçə faiz olacaq? X faiz. Buradan da x-i tapsa 85% edəcək. Yəni 102-ni 100-ə vurub 120-yə bölsəz 85% edəcək. Mən sizə bir səhvimi qeyd edim. Bayaq belə bir səhv etmişəm. Niyə etmişəm özüm də bilmirəm. Yəni alüminiumu gümüşlə necə səhv salmışam bilmirəm. Bu 3-cü sualda mən bayaq niyə bu reaksiya getmir dedim, anlamıram. Alüminiumu diqqətsiz olub gümüşlə səhv salmışam bir anlıq, yəqin ki, gözümün qarşısına o gəlib. Yəni alüminium xlorid çöküntü deyil və kalium da alüminiumla qüvvətli metal olduğu üçün kalium alüminiumu sıxışdırıb çıxardır. Yəni kalium üzərinə gələk alüminium xlor. Bayaq digər 2 reaksiyanı yazdım. Bunu getmir kimi qeyd etdim. Alınacaq kalium xlor üzərinə gələk alüminium. Reaksiyamızın sxemi budur və amma alüminotermiya üsulu deyil bu. Aydındır, alüminotermiya üsulunda əksinə olurdu. Alüminium digər metalı sıxışdırıb çıxardırdı. Gəldik 8-ci suala. 8-ci sualda deməli nə deyir? Alüminium çevrilmələri tənliklərini tərtib edin. Alüminium üzərinə xlor gəlsək, alınacaq alüminium xlor.
Alüminium xlorid. Yəni birinci reaksiyamızın tənliyi budur. Sonra gəldik ikinci reaksiyamıza. Məsələn, alüminium xloridin üzərinə mən hər hansısa bir qüvvətli metalın hidroksidini gəlsəm, məsəl üçün natrium OH gəlsəm, nə alınacaq? Alınacaq alüminium OH3 və natrium xlor. Aydındır? Natrium xlor. Bu da mənim ikinci reaksiyamın tərtibi. Gəldim üçüncü reaksiyama. Alüminium OH3-ü nə etmək lazımdır ki, alüminium 2O3 parçalansın? Parçalamaq lazımdır. Yəni adından da məlum olduğu kimi. Alüminium 2O3 alüminium OH3 parçalanır nəyə? Alüminium 2O3 üzərinə gələk su. Bu reaksiyamızın tənliyi budur. Daha sonra alüminium 2O3-ün üzərinə nə gəlsək bu reaksiya alınar? Alüminium 2O3 üzərinə gələk natrium OH və nə? Və su. Lakin bu reaksiya adi şəraitdə gedir. Yəni temperaturda geçsəydi, kristal hidrat yox, yəni baxın bu kristal hidratdır. Kristal hidrat yox, susuz bu maddə alınacaqdır. Natrium, alüminium O2 susuz halda alınacaqdır və H2 qazı ayrılacaqdır. Bu reaksiya nəyi göstərir? Bu maddə nəyi göstərir? Bu reaksiyanın adi şəraitdə getdiyini. Aydındır. 9-cu sualda deyir ki, metallar texnikada adlı referat hazırlayın. Bu suallar isə sizin öhdəliyinizdədir. Bu sual, yəni metallardan texnikada nələr hazırlanır, nələrdən istifadə olunur, bunu özünüz artıq yaza bilərsiniz düşündüyümə görə. Hər kəsin şəxsi fikridir bu. Gəldik dərsimizin sonuna. Deməli, bor yarım qrupu alüminium haqqında bu qədər. Sağ olun, salamat qalın. Ümid edirəm ki, izahımız faydalı oldu. Yenidən izahların gəlməsi üçün kanalımıza abunə olun, dəstək olun və paylaşın. Bəyənin, rəy yazmağı unutmayın. Sağ olun, salamat qalın.